Budur, mən həmin səhifəni tapdım. Maddadadır bu. Madda 24'ün nömrələri silmişəm bunu. Sonra mən o bir kitabdan sizə göstərəcəyim. Mən əsas burada bu hikməti anlamaq istəyirəm. Yəni o zaman tarlada 2 nəfər olacaq. Biri alınacaq, biri isə qalacaqdır. Tarla dünyadır. Ad burada elə rəmzi məna ilə götürək ki, ilk insan həyat verən can oldu, sonuncu insan həyat verən ruh. Bu 2 nəfər buna işarədir. Yəni tarlada ilk insan adı olan Həvvadır, ilk insan, sonuncu da Nuremadır. Bu buna istinad edir. Dəyirmanı üydən 2 kadın olacak. Biri alınacak, biri kalacak. Yani Həvva adı artık silinecek ve Nurema adı ile dünya ümidini bu ada bəsləyərək yaşayıp ömrünü bak belə bitirecek. Yani səcdə Nuremaya edilecektir. Bu rəmzi mənada buna gətirib çıxarır ve tarla dedik ki dünyadır, üyden de yine kadındır. Yani dünyanı doğup türeden kadındır. Kaburga değildir. Kulağınızı açın. Kulağı eşidenler artık eşitsin, bilsin ki kaburgadan insan doğulmaz. İnsan kadının bedeninden dünyaya gelip əsrlərdir ki biz bunu belə görürük. Elə buradan da nümunə götürməliyik. O kadar. O zaman tarlada 2 nəfər olacak, biri alınacak, biri kalacak. Tarla dünyadır ve dünyaya ilk insan hayat veren can oldu. Yani candan can ayrıldı. Biz dedik ki Allah'ın nuru əzəli həyatda olub ve sonradan civə şəklində insanların ruhuna yani canına çevrilip, nuruna çevirip gözlerinden bakan ve ilk insan hayat veren can oldu. Bu da tarlada 2 insan olup tarlada ekip yani töreden kadın olupdur ve onun biri alınıp biri kalır. Yani ilk ana adı silinir, sonuncu ananın adı kalır. Dəyirmanda üydən 2 kadın olacaktır. Kadını burada görürsünüz. Axı rəmzi mənada orada dünyada tarlada 2 əkinçini gösterir. Yani doğup töreden. Ama burada üydən yani yine kadının adını çekir ki yani bu hayat yani dünyada üydən de töreden de kadındır. Bak bu rəmzi mənada o fikre istinad edir. Bunu İncil belə deyir. Biz buraya yeni qayıdacağıq. Sadəcə biz Nakşəbinin dünən mən çok yorgun olduğundan bu sinəsindən qaçdım. Ama görürsünüz bugün saat 6'dan mənə oyadıb ki bu fikri yeniden biz dilimize getirməliyik. Nitqə getirdik, buyurun. Deməli, kadın hansı donda olur olsun, hansı yolda olur olsun, hansı səviyyədə olur olsun, onu bir gül ile belə yüngülcə yüzüne vurup incitmek özü büyük günahdır. Bak bütün kanına kaltan olan gençler, kişiler bak bundan bəhrələnir, bu əməlindən. Biz bu mövzuya qayıdacağıq. Özü də böyük şəkildə. Kadın müqəddəsdir ve toxunulmazdır. Ondan bəhrələnir bu kişiler, sonra da fahişə deyib geri dönür. Ama bəhrələnirlər. Çünkü kadın yer üzerinde təamlar içerisinde en tatlı nimettir. Bunu Peygamber deyir.
və onu daddıqdan sonra isə bu kişilər onu pozğun deyə göz zinası da edirlər. Mənən yoxsul olmaqlarına baxmayaraq, zina etməklərinə baxmayaraq, hələ göz zinası da edirlər. Pis baxırlar, dil zinası da edirlər, fahişə adlandırırlar. Bax, bunun etap-etap bu günahlar, bu səhvlər yığılır, böyük bir günaha çevrilir. Bir də gördün ki, bəyək dağdan indi maşın və kişi qanına qaltan oldu. O zaman da xanım durub deyir ki, mənim ərim gözə gəldi. Sən bilmirsən axı, ərin arxada hansı işlərlə məşğul idi. Bax, bu var. Bu var. Bəli, biz müqəddəs torpaqdan artıq bilirik ki, ta ilandan balığa qədər bu fikirdə də biraz dayanmalıyam mən. Hər şey öz kökü ilə tanınmazmı məgər? Görürsünüzmü? Hər cürə növ balıq var, amma balığın adı balıqdır. Hər növ ilan var, amma ilanın adı ilandır. Hər dildə insan var, amma insanın adı insandır. Bax, bu kökə qayıtmaq məqamıdır. Hər şey öz kökü ilə tanınmazmı məgər? İlan nəsli, sinifi deyirik, amma ilanın adı ilandır. Bu sonradan törəyib bu, necə deyim, adlar. Sonradan pöyrələnib, əmələ gəlibdir. Yəni Allahın əmri ilə bu adlar dəyişibdir. Amma ilan ilandır. Adı ilandır. Deyir ilanın məsələ, yəni deyirlər el arasında ağada və lənət qarasına da. Adı ilandır. O qədər. Bugün biz 33-cü gündə işləyirik. Birini ataq, sonra söhbətimizə davam edək ki, işimiz də getsin. Bugün bir xanım da səhifəmdən çıxıb, biraz da ondan söhbət edəcəyəm. Jurnalistdir, ağsaqqallar üzrə nəsə indi baxacağım, bir də mən bu adlar mənim yadımda qalmır təbii ki. Amma ona sual olacaq ki, nədən bu səhifəni tərk edib. Bəli, hər şey öz kökü ilə tanınmazmı məgər? İndi bizim də kökümüz var, irgimiz var. Özümüz də deyirik ki, Adəmdən, Həvvadan bu xalq belə deyir, törəmişik. Və indi bu törədiyin bilə-bilə nədən bir-birinin üstünə gedib qanını töküb bu torpaq, sən bu dünyaya bəyəm gələndə torpaq mı gətirmişdin ki, indi sən bu torpağın üzərində özünü, canını şəhid edirsən ki, nədir, iş bilmişəm, torpaq mənimdir. Torpağın yiyəsi var, sən kimsən, torpaq sənin olsun. Nizaminin gözəl bir sözü var, deyir, bu bir ürəkdə olmaz iki sevgili, iki ürəklinin düz olmaz dili. Əgər səndə insanlıq sevgisi yoxdursa, torpaq sevgisi varsa, sən insan deyilsin. İnsanlıqdan mərhum bir alimsən. Bu belə deyil. Alimsən, bilicisən, bilgilisən. Yox, sən insanlığı sevirsənsə, torpağı da sevirsənsə, onda sən yalancısın. Bir ürəkdə olmaz iki sevgili, iki ürəklinin düz olmaz dili. Sən iki ürəklisən. Yox, sən torpağa qonaq gəlib, tərk edirsən və insanlığı sevirsən, bəli, sən doğru yolda gedirsən. Torpaq bizim deyil, torpağın yiyəsi var. Kim ki nahaq yerdən torpağı zəbt edib, bax o torpaq ondan alınacaqdır. Kim nahaq yerdən bu binaların, tək bura deyil, hər yerdə var, güzəştli surətdə qalacaq, qalan nə qədər artıq ortada
köbələk kimi bitiflər, hamısı məhv olacaq. Çünki bu binalar bina sakinlərinə məxsusdur və onlar burada azad yaşamalıdırlar. Torpaq istəyirsən, get kənardan al, dik, yaşa. Torpaq Allaha məxsusdur. Binalar xalqa məxsusdur. Onların arasında gəlib üzünə güzaran qura bilməzsən. Bu güzaran bu xalqa məxsusdur. Sən xalqın nəfəsini kəsə bilməzsən. Sən xalqın havasının qarşısını ala bilməzsən. Bunun içində tökdüyün o haram, bunun içində haram var da, bax, hardan qazanmısan? Çünki bu dünya iman əhli üçün bir həbsxanadır yazılır. Yəni, pul para yoxdur. Səndə varsa deməli, onun içində haram da vardır. Bax, ona görə də uçub dağılır. Bunun da dərdi buradan gəlir. Xülasə ki, biz bunu kənara qoyaq, biraz Nəsimidən danışaq. Sonra bir-iki sinəyə vararıq. Ben sizə dedim, keçmişdə alimlər görüb çox işlər, çox əfsun, çox sehir icad etmişlər. Doğrusu onların indiki zaman %1'ini de yoktur anlayan. Ben de çok çetinlikle anladım. Nəsimini təbii ki Allah'ın yardımı olmasaydı, Allah'ın o gözlerimle göstermesi, qəlbdən təsdiqi, rəmzi mənalar, təsvirlər olmasaydı mən bunu işləyə bilməzdim. Çünki çox qəliz yazıb Nəsimi, çox. Bax, elə Nəsimin, Nizaminin sözü burada öz təsdiqini tapıbdır. Xülasə ki, təbii ki qəlbimdən gələn o bir ovuz giydirmədim heç bir sözə sözü mən, qəlbim nə yaz demişsə yazmışam da onu mən. Bu böyük, sonrası yadımda değil, Birov Nizami deyir bunu, yəni bu yazdığım əsərlərdə deyir ki, bir ovuz giydirmədim heç bir sözə sözü mən, qəlbim nə yaz dedisə yazmışam da onu mən. Bax, indi mən Nəsiminin görürsünüz, orada səhifələrdə yoxdur. Çünki bunlar qəlbdən gəldi və qəlb nə dedisə mən onu yazdım. Amma ondan sonra səhifələr başlayır. Yəni, hansı səhifədən hansı sözü götürmüşəm, necə rəmzlə əlavə etmişəm, necə onu təsvirlə izaha gətirmişəm, bu da mənlik deyil, o da qəlbdən gəldi, hökm qəlbdən gəlir və Allah əyləşir, hər kəsin qəlbindədir. Mənim də qəlbimdə oturub dildi götür. Kəsə də bilmirəm. Görürsünüz, nə gecəm var, nə gündüzüm. Bax belə. Xülasə ki, salamlar olsun nəslimizin son varisinə. Nəsimi deyir. Nəsiminin dili ilə Allah deyir. Cöhrəsi xaliqin nuru, qıvrım saçlı mələyə. Ey dilbər, sən xəbərsizsən özündən. O zaman təbii ki, mən özümdən xəbərsiz idim. Deyirdim, görəsən, bu nədir? Mənim başıma gəldi, otduğum yerdə, ay Allah. Bu viran olmuş könlüm görür olub qəlbində. Fələyin etibarsız əmrindən sənin zülmünü bilirdim mən əzəldə. Halal olsun Nəsim, sən ki mənim bu sözümü təsdiq elədin, day sözüm yoxdur. Mənim zülmüm çox ağır olub, çox. Bugün də hələ mən o zülmün içindəyəm. İki nəvəmin həsrətindəyəm. Çox qəribədir, mənim 3 evladım var. Sanki mən universal bir insanım. Və bu xasiyyətlərim bu 3 evlad arasında bölünmüşdür. O kiçik qızımda mərtəbərdane bir qəlb var. O bilir ki, mən nəvələrimə necə bağlıyam. Hər gün o mənə, o nəvəmi göstərir. Amma bu biri qızım yox. Onun hər xasiyyəti, xanımlığı, evdarlığı, səliqəsi, bişir düşürü mənə bənzəyib. Qonaqpərvərliyi, hədiyyəli qonaq getməsi, bunlar da mənə bənzəyib. Amma bax bu biraz onda dilə gətirməyə də utanıram.
ki bile yaltaq fason bir şey duyuram. O da yəqin deyir gəlin ocağa. O da onlara bənzəyir. Ki onları tutub, uşaqları mənə həsrət qoyub. Uşaqları zəng elədimi sizin yanınızda o gün? Dedim mi gəlmək istəyirlər? Amma Allah nəsib etsə etmədi təbii ki. Təbii ki etməz hələ heç mən fikrimi bitirməmiş onlar mənə mane olarlar. Amma mən yenə də bu işin sonuna vardım və gəlinə dedim ki mənim adım olmasın. Zəng elə baldızına denə ki uşaqlar gəlmək istəyir nə deyirsən? Dedi ataları burada yoxdur. Deməli ata icazə vermir. Ata icazə vermir ki Kürəkən uşaqlar bura gəlsin. Bax budur dərd. Amma o elə də uşaq deyil, pis uşaq deyil. Təbii ki mənim hər sözümü təpəssüs də yerinə yetirir. Yetirifdi. Amma indi bilmirəm bu nə dərddir. Bu İsa demədimi ki mən gəldim sizi qızı ana ilə qaynananı gəlinlə olsun. Qaynananı Kürəkən də qabaq-qabağa qoymağa gəlib amma biz qabaq-qabağa durmadıq. Çünki mən o pərdəni yırtmaram. Yerimi bilirəm. Gördüm səsini yüksəldir dedim yaxşı sağ ol. Elə bilin ki mən dəliyəm, dəlixanaya düşmüşəm və yaxud yoxam ölmüşəm. Siz sağ olun, mənə yetər. Nə zəng eləməyin, nə axtarmayın. Nəvələrimdən ötəri burnumun ucu göynür, heç onları da göndərməyin. Sağ ol, dedim və dəstəyi yerinə astım. Amma onu qınamıram, çünki heç kimi qınamıram. Çünki bu dərd ondan gəlmir ki, ərəbdən gəlir. Ona da şükür etməkdən başqa mənim dilimdən bir söz gəlmir. Xülasə. Mənim zülmüm çox ağır idi. Bu nədir ki, bunlar artıq bilirəm ki, bu dərd nə dərddir. Amma mən bilmədiyim anlarda nələr keçirdi, nələr yaşadım. İlahi, evimə necə həsrət qalırdı, istirahətimə necə həsrət qalırdım. Bu sələmçilərin əlində, vay, 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 geçsin o günlər gəlməsin. Geçsin o günlər gəlməsin. Həm pulumu yiyirdilər, həm canımı didirdilər. Səhər evdən qovurdular, gecə qarşılayırdılar, mən gecələr. Tamam başqa səmtdə, yollarda, ilahi, nələr yaşadım. Gecə, saat 12, 1, küçələrdə qalmışdım. Pulum yox idi, taksi ilə gəlir. Hər piyada da gəlirdi. Biraz ertə olanda bu yoldan digər bir yola nə qədər yol getməliydim ki, avtobusa minim evə qayıdım. Bax belə, mən küçələrdə qalmışdım. Yolda gedirdim, maşın saxlayırdı. Buyur, gəl otur, xanım deyilirdi. Mən belə təhqir olunurdum, alçalırdım. Ağlaya-ağlaya. O küçələri tutub evə qaydırdım. Hələ bu bəs deyilmiş kimi binamın qarşısına çatar çatmaz ərəb zəngi kimi sələmçini qarşımda görürdü. Nə gətirdi? Və onunla da belə mən ağıllıyam. Sənin ağlın yoxdur deyilirdi. Get sök onun evini sattır deyilirdi. Amma qəlbim onu demirdi. Balçıq balçıqla yuyulmaz. Günah günahla yuyulmaz. Günah gözəl əməllərlə yuyulmalıdır ki, sabah Allah insanın başına elə bir daş salar ki, onun da altından çıxmaq olmaz. Qanırdılarmı ki məyər? Elə onda da məni məşuqə adlandırdılar. Gəlsən bu qədər zülümdən sonra
Bu sözü də udurdum. Nitkim yox idi. Budur. Mən bugün sözümü deyirəm. Bax, belə sələmçilərə üzümü tutub deyirəm. Yediyiniz qandır, irindir. Yediyiniz zülmətdir. O sizin nəfəsinizi kesəcəkdir. Geçidesi var. Bunun da başında bankirler durur. Bankirlerin arkasında zenginler durur. Odur ki İncil'de buyurulur. Devenin iğne deşiğinden geçmesi zengin insanın Allah'ın padişahlığına girmesinden asandır. Şimdi gelin siz benim kapımdan kalbime varın görün, nice varacaksınız. Bak budur. Bəli, Nəsimi sinəsindən ərəb deyir. Fələyin itibarsız əmrindən sənin zülmünü mən bilirdim əzəldən. Bu sözü mənə bir falçı da demişdi. Mən o zamanlar sizə deyirdim, mən kasıblığa gedirdim, hər şey axırdı, gedirdi, deyirdim, ay Allah, mən hələ heç o təsbihi də əlimə almamışdım. Deyirdim ki, ya Rəbbim, mən nədən bu günlərə qaldım? Mən bir Kofiyə baxan var idi, onun yanına mənim dayımın qızı, qardaşımın həyat yoldaşı apardı ki, bu falçı deyil, amma bilir. Xülasə ki, ondan məni tanış etdi, illərlə mən ondan təskinlik tapdım, düzdür, mənə heç nə vermədi, sadəcə təskinliyimi tapırdım, çünki mən haqq yolunu bilmirdim, anlamırdım, qanmırdım, oxumamışdım, əzəldən də savadsız bir insan idim, elə naşı yolla, bax bu 94-95-ci ildən sizi, 94-cü ildən mən ora qədəm bastım, elə həm bura, həm sələmə, həm də falçı qapısına ki, gördüm ki, artıq mən batdağa batıram. Dedim, görün, bunların qapısında bəlkə mən bir nicat yolu taparam. Bax, belə bu nöqteyi nəzərdən yedirdim, amma boş şeydir. Bax, orada mən bu falçılarda bu işə mən bir də qayıdacağım. Sadəcə burada qısa deyim ki, həmin o xanımın qaynanası gəldi Krasnodardan. O da görgülü insan idi, amma fala baxmırdı. Və həmin xanıma demişdi ki, sən bacına denən, mən onun falına baxmayacağım, mən fala baxan deyiləm. Amma bu xanımın çiynimdə borcum var, bu xanımın falına baxacağım. Yəni onu fikrimi deyəcəyim, belə dedi. Yəni onun mənə borcu var dedi. Borcdaki mənim bir xeyirxah işim var idi, ondan doğulmuşdu. O ona xoş gəlmişdi, ona görə də o məni oxudu və dedi ki, sən hələ gedi, sən ged, sən elə günə qalacaqsan ki, səni Rehkirt deyil, adi insanlar olacaq, Rehkirt kimi səni, qabığını ilə soyacaqlar ki, səni ilə didəcəklər ki, səni ilə tapdalayacaqlar ki, səni ilə əzəcəklər ki, o nəhrədən necə insan qatığı töküb çalxalayırlar, yağ bir yana, su bir yana. Bax dedi, suyum elə süzüləcək. Bax, bu sözü mənə həmin xanım demişdi. Adı yadımda deyil. Gəlinin adı xanım idi. Amma o qadının adı mənim yadımda deyil. Bax, belə. Mən belə məşəqqətli günlərdən keçməli idim. Keçdim də. Bu insanlar tərəfindən hər cürə əzildim də. Onsuz da bu sələm söhbətində geniş yenə söhbət olunacaq. Qaydaq Nəsiminin sinəsinə. Odur ki, istəmədim bu cahanda mən heç kəsi
Mən yarandım yalnız sənin qəlbində. Mənim şah gönlümdə bir həvəsim var. Çeşməmdə deyiləsi gizli sözüm var. Sən gəl ki, çeşməmin sehri açılsın, sirrim bu dünyada gizli qalmasın. Çoxları ox atdı, əbəs yerə bu əfsanəyə. Elə əsrə gəlmisən ki, sənsən son nişanə. Əgər bu işdən baş götürüb qaçmaq istəsən, istirab çəkibsən, göz yaşları töksən, bil ki, bu əzablara sən dözəcəksən. Və də özün özündən heç vaxt dönməyəcəksən. Bəli, elə də oldu. Çox əzablar çəkdim. Hələ oxuyanda, ilahi, mən nələrə dözdüm. Elə indinin özündə yaşartıq işini görüb mən qabaq belə yorğunluq bilməzdim. İndi yoruluram. İndi axşama dönəndə mən daha dünən ümumən mən özümü çox pis hiss etdim. Ümumən yorğunluqdan, yuxusuzluqdan ürək bulanması məni tərk etmirdi. Amma mən onu yorğunluğa yozmadım. Mən onu bu insanların səhvlərini deyib qəlblərini incidirəm. Bax, onun cəzasını ürək bulanması ilə keçirirəm. Belə dərk etdim. Amma deməliyəm, nə edim, başqa çarəm yoxdur. Deməsəm, bundan da böyük cəza ilə döyülərəm. Döyülməkdən yorulmuşam. Qulaq vurması yeməkdən yorulmuşam, əzilməkdən yorulmuşam, alçalmaqdan yorulmuşam, məhv olunmaqdan yorulmuşam. Dözümlüyəm, deməliyəm. Elə qoy deyim də gedim. Bax, görürsünüz burada 16 nəfər qalıb. Burada 19 nəfər olmalı idi. Biz bunun birini çıxardıq və danışdıq. Bu haqda Aygün Paşayeva idi bu. Və Aygün peşmançalıq çəkdi. Bilmirəm, indi oxudu, oxumadı və xanım buyurun sizin burada böyle onu göstərim. Yox, burada Ceyhun Abbasov yazır ki, salam bu nədir? Aç gör nədir də, orada səni yeməyəcək ki. Bir yerə ki, Allah, Rəbbin gəlişi yazılır. Bu nə deməkdir? Bu nətər bəs jurnalistikalıqdır? Və bu nətər təbliğçilikdir ki, Rəbbin gəlişi deyilir, sən bunu dərk etmirsən, ay Ceyhun. Mən nə deyim sənə da? Mən sənə nə deyim? Mən sənə heç nə deyə bilmərəm. Buyurun. Aygün Paşayeva burada mənə yazır ki, sizin məndən tələbiniz nədir ki? Buyurun. Biz onun haqqında söylədik, görüntüdə var. Mən də Nurema Gəncələnin səhifəsində idim. Oradan Solmaz Əliyevaya bu görüntünü atırdım. Elə oradan görürsünüz, yazdım ki, bu mənim tələbim deyil. Canım, bu Rəbbin istəyidir. Gərək bu görüntülər bir dinlənilsin. Rəbbin buna ehtiyacı var və döndüm. Nurema Qəlbi Nurdan da, Gəncəlidən də mən bu fikri onun səhifəsinə attım. Buyurun. Sizin məndən tələbiniz nədir ki? Buyurun. Mən kiməm ki, sizdən nəsə tələb edəm? Bunu Ərəb tələb edir. Uyanıb anlayacaqsınız. Və də burada özünü Şərafət Şəfa silib. Şərafət Şəfa bu xanımdır.
Respublika Ağsaqqallar Şurasının mətbuat xidməti jurnalist. Ağsaqqallar Şurasının. Mən də ağ bir şey idim də, bir kəlmə söz atdım səhifənə. Buradan ağardım ki, Xançalının qaşı zadı düşmədi ki, o səhifəndə qalsaydı. Ay Şərəfət xanım. Jurnalist təbliğçi deməkdir. Əgər təbliğçi gözündən belə hikmətləri qaçırdırsa, deməli bu jurnalist həmin vəzifəyə layiq deyildir. Sadəcə bu yerdə, bu vəzifədə o gününü keçirir. Yaşam üçün belə. Ürək nə deyir? Sonra sözümüzü tamamlayarıq. Sevən insan istisnasız cümləyə bənzəyir. Sözlər çırpınır, cümləyə bənd qalır. O kokteyl, ötürü ölürəm. Bax, neynirsən? Həyat şahmat taxtası kimidir. Oyun qurtaranda hər kəsi öz yerinə qoyur. Bəli, Şərəfət xanım. Səni də həyat öz yerinə qoyacaqdır. Çünki sən öz yerində deyilsən. Əgər sən öz yerində olsaydın, sən hikmətnaməni səhifəndən silməzidin. Sən jurnalistsən, sən təbliğçisən. Ağsaqqallar Şurasında işləyirsən, ağ bir çəyi itələyib kişilərə yol verirsən. Deməli, sən yalnız kişilərlə işləyirsən. Nə deyim, anam bacım? Bir söz var, onu da özün deyirsən. Amma bir məsəl də var, bu Nəvainin sinəsindədir. Şahmatın taxtası boş qalsa əgər, şah yerini tuta bilməz, piyada əskər. Şah yenə şahdır, daş da yenə daşdır. Jurnalistika isə təbliğçi deməkdir. Təbliğçi təbliğindən qaçırsa,